Davam eləyək funksiyalar mövzusunu 16-cı sualımızdan davam eləyirik. Burada 16-cı sual belədir. Bizə deyir ki, bir dənə belə bir qrafik qurulub. Burada -6'dır, burada da 2'dir. 2. Bura olsun x, burada olsun y. Bu olsun 16-cı sualımız. Bizə deyir, bu qrafikə əsasən c çıxaq b, bölək a bərabərdir sual. Bunu tapmaq lazımdır. Funksiyamız da belədir. Fx bərabərdir ax-in kvadratı üstə gələk bx üstə gələk c şəklindədir. Mən bilirəm ki, burada simmetriya mərkəzi nədir elə bil ki, bunu biraz sərgəli çəkək. Bir dəqiqə. Belə səsə daha yaxşı olar. Bura -6 deyək, burada 2 deyək. Bu da y bərabərdir fx funksiyasıdır. Bunun simmetriya oxu elə budur. Simmetriya oxu burada budur. Simmetriya oxu budur. Burada m bərabərdir x. Bax, bu nöqtə x nöqtəsidir, o da simmetriya oxudur. Simmetriya oxu nə deməkdir? Simmetriya oxu biz m-i tapanda, yəni x-i tapanda -6 ilə 2-ni toplayıb 2-yə bölürük. Bu deyir -2. Çünki simmetriya oxu nə deməkdir? Elə bil bu x burada 2 imiş ki, -2 imiş ki. -2-dən sol tərəfə 4 vahiddir. -2-dən müsbət 2-yə də 4 vahid olur. Yəni bu simmetriya oxu olmuş olur. İndi mən simmetriya oxunu bildim. Digər tərəfdən mən m-in düsturunu bilirəm. M nəyə bərabərdir? -b bölək 2a-ya bərabərdir. M-in qiyməti neçədir? -2. Buradan b-ni tapsam, b nəyə bərabərdir? -2 vuraq, -2a olmuş olur. O da bərabərdir 4a müsbət olmuş olur. Mən b-nin də qiymətini tapdım. İndi gətirib burada funksiyada yerinə yazıram. fx bərabərdir. ax-in kvadratı, b-nin yerinə 4a yazıram. 4ax üstə gələk c. Digər tərəfdən bilirəm ki, burada elə bir ki, bax, 2 dənə nöqtə vardı. X-i -6, y 0, bir də x-i 2, y 0. Bu x-dir, bu da y-dir. Gətirib bax, burada qiymətin yerinə qoyub c-ni tapıram. Bu elə bil y bərabər deməkdir də. Y-in yerinə 0 qoyuram. 0 bərabərdir. X burada 2'dir. A vuraq 2'nin kvadratı üstə gələk 4a vuraq 2 üstə gələk c. Buradan c'ni tapdım, bərabərdir. Burada elə bir ki elədi. 4a üstə gələk 8-a 12a sağ tərəfə keçəndə elə bil burada belə oldu da. Qoy onu açıq yazaq. C üstə gələk 12a bərabərdir 0. Buradan c də bərabərdir -12a-ya. Gətirib qiymətin yerinə qoyuram. Qiymətin yerinə qoysaq burada belə olur. C çıxaq b bölək a bərabərdir. A məxrəcdə c-nin yerinə -12a qoyaram. Çıxaq. B-nin yerinə b neçədir məndə? B 4 adır da. 4a. O da bərabərdir. -16a bölək a. O da bərabərdir -16-ya. A-lar ixtisar getdi. Bu da hansı variantdır? D variantı olmuş olur. Növbəti sualımız 17-ci sualdır. 17-ci sualımız belədir. Fx bərabərdir. Kök altı x-in kvadratı üstə gələk 4x üstə gələk 13. Bu bərabərdir. Funksiyanın qiymətlər çoxluğunu soruşur. Qiymətlər çoxluğu nədir? Elə bir ki, mən bunu belə yazıram kökün altında. Burada x-in kvadratı üstə gələk 4x üstə gələk 4 üstə gələk 9 kimi yaza bilərəm. Bu da bərabərdir. Burada nə oldu? Bu iki ədlinin kvadratıdır. Hansı iki ədlinin? X üstə gələk 2. Bu iki ədlinin kvadratı olmuş olur. Üstə gələk 9. İndi burada bu ifadənin, bax bu ifadənin ən kiçik qiyməti var 0. X-in hansı qiymətində? X-in -2 qiymətində. O zaman x-in yerinə -2 qoysaq, burada olur kök altında 9. Ondan da neçə çıxır? 3 çıxır. Demək bu ifadənin funksiyanın ən kiçik qiyməti 3'dür. Ən böyük qiyməti müsbət sonsuzluğa qədər gedir. Hansı variantdır? C variantı. 18-ci sualımıza baxaq. 18-ci sualımız belədir.
bizə belə bir funksiya veribdir. F gx bərabərdir x-in kvadratı üstə gələk 3x üstə gələk 1. Fx də bərabərdir nəyə? Fx də bərabərdir x üstə gələk 3. X üstə gələk 3 olmuş olur. Aha. Bizdən burada nəyi soruşur? Bizdən burada soruşur gx-i soruşur. Gx bərabərdir sual. İndi gəlin bunun həllinə baxaq. Burada nə edə bilərik? Burada elə bir ki, baxıram ki, bu funksiya dərəcəsi 1-dir bunun. Bunun dərəcəsi 1-dir. Amma bu funksiyanın dərəcəsi 2-dir. Demək ki, burada gx funksiyası kvadratik funksiyadır. Yəni ax kvadrat üstə gələk bx üstə gələk c funksiyasıdır. Gətirib burada bunu yerinə yazıram. Elə bir ki, f gx bərabərdir f. Harda x görürəm, harda x görürəm. Elə bir ki, burada mən bunu belə yazıram da, gx nədir? Ax kvadrat üstə gələk bx üstə gələk c deməkdir. Bax, gx bax bu ifadə deməkdir da. Bu bərabərdir. Harda x görürəm, yerinə bax bu ifadəni qoyuram. X-in yerinə. Bax burada, burada. X-in yerinə qoysaq ax kvadrat üstə gələk bx üstə gələk c. Bir dənə də üstə gələk 3 yazaram. Bu nəyə bərabərdir? Bu bərabərdir. Bu bərabərdir. Deyir ki, x-in kvadratı üstə gələk 3x üstə gələk 1-ə bərabərdir. Bu ifadədə elə bu ifadə deməkdir də. Bunlar bir-birinə bərabərdir. Bu nə zaman ola bilər? Burada a bərabərdir 1-dir. B bərabərdir 3-dür. X-in əmsalı 3-dür. X kvadratının əmsalı 1-dir. Burada da 1-dir. Burada c plus 3 bərabərdir 1 eləməlidir. C də bərabərdir -2 eləməlidir. Aha, demək ki, mənim bax bu funksiyam necə olmalıdır? A 1-dir. 1-i x-ə vursa x-in kvadratı. B 3-dür. Üstə gələk 3x, 3x. C-nin də yerinə çıxaq 2 yazaram. Vəssalam, məndən gx funksiyasını soruşurdu. Mən də gx funksiyasını tapdım. Hansı variantdır? E variantı. 18-ci sualımız bitdi. 19-cu sualımıza keçək. 19-cu sualımıza baxaq. 19-cu sualımız belədir. Y bərabərdir. Y bərabərdir. X-in kvadratı üstə gələk 3m plus 9 x üstə gələk 7m çıxaq 4. Funksiyası x oxunu koordinat başlanğıcına görə simmetrik nöqtələrdə kəsir. Aha. X oxunu koordinat başlanğıcına görə simmetrik nöqtələrdə kəsir. Bu nöqtələr arasındakı məsafəni tapın. Bu nə deməkdir? Bax, təsəvvür eləyin ki, bu kvadratik funksiyadır. Kvadratik funksiyadır. Çünki burada x-in əmsalı var, x kvadratı var, bir də bu sərbəst həddə budur da elə bir ki, sərbəst hədd budur. Bu kvadratik funksiyadır. Madəm ki, bu koordinat başlanğıcına nəzərən simmetrikdir, burada x-in əmsalı da a bərabər 1 müsbət olduğu üçün parabolanın qolları yuxarı yönəcək. Mən deyirəm, tutaq ki, parabola tutaq ki, belədir. Məsəl üçün deyirəm, tutaq ki, belə olsun. Belə olsa, burada elə bir ki, bax, bunun eni var. M-i nəyə bərabərdir? M-i 0-a bərabərdir. Bir dənə şəkil çəkeyim. Bax, tutaq ki, funksiya belə olsaydı, burada bunun M-i var, burada bunun eni var. M-N təpə nöqtələridir də. M-N təpə nöqtələridir. İndi burada təsəvvür et ki, bunu buradan gətirib, bax, buradan çəkirsən, burada bunun elə bir ki, M-i 0-a bərabər olur da, 0 nöqtəsinin üzərinə düşür. Demək, burada M-i bunun 0-dır. M-i 0-dır. M 0 olduğu üçün gəl bunu tam aydın çəkək. Bizə deyir ki, x oxunu kəsir. X oxunu kəsirsə, mən bunu belə çəkirəm. Bir dəqiqə. Aha. Mən bunu belə çəkirəm. Tutaq ki, belə bir funksiya belədir. Belə olanda yenə bunun m-i 0-dır, amma n-i var. N-i var, m-i 0-dır. M nəyə bərabər idi? Funksiyamız nə? Hansı funksiyadır? Yuxarıdakı funksiya. M bərabərdir. Mənfi B bölək 2A düsturu ilə hesablanır. O da bərabərdir. M də 0-dır da, 0-a. Mənfi B-nin yerində hansı ifadə durur? B-nin yerində bu ifadə durur. Elə bir ki, 3M plus 9. 3M plus 9. Bölək 2A. 2 vuraq. A-nın yerində burada bir ki, əmsal 1-dir da. A 1-dir. Vuraq 1 bərabərdir 0. Burada hər tərəfi mənfiyə vursaq 3m plus 9
bölək 2 bərabərdir 0. Kəsir 0-a bərabərdirsə 3m plus 9 bərabərdir 0-a. Buradan 3m bərabərdir mənfi 9, m də bərabərdir mənfi 3 olmuş olur. Aha. İndi gətirib funksiyada yerinə yazıram. Mənim funksiyam belədir. Y bərabərdir. X-in kvadratı 3m plus 9. M-in yerinə mənfi 3 qoysam belə olur da. Üstə gələk 3 vuraq mənfi 3. Üstə gələk 9 vuraq x. Üstə gələk 7 vuraq mənfi 1. Mənfi 3 üzr istəyirəm. Mənfi 3. Aha. Çıxaq 4. Burada mənim bu funksiyam hansı şəkilə düşdü? X-in kvadratı bu 0-a getdi əmsal. 0-a getdi. 7 dəfə 3-üm mənfi 24. Bir də 4 çıxsaq. 7 dəfə 3-üm 21. 4 də çıxsaq. Mənfi 25 eləmiş olur. İndi yaxşı. Bu funksiyam mənim elə bir ki bu cürdür. Bunun x oxunu kəsdiyi nöqtələrdə, onun x-i var, y-i 0-dır. Elə bir ki, təsəvvür edin ki, bu funksiya bax burada x oxunu hansı nöqtələrdə kəsir? Bu elə bir ki, fx bərabərdir, fx bərabərdir. X-in kvadratı çıxaq 25 funksiyasıdır. Bura oldu elə bir ki, mənfi 25. M burada mənfi 25-dir. Aha. Gəl görək bu nöqtələri harada kəsir. Bu nöqtələri kəsəndə, bax burada elə bir ki, bunun x-i var, y-ləri 0-dır. Gəlib bax burada, bu funksiyada y-in yerinə 0 qoyuram, bərabərdir. X-i saxlayıram, çıxaq 25. X-in kvadratı bərabərdir, müsbət 25. X bərabərdir, mənfi 5. X bərabərdir, müsbət 5. Demək ki, mənim bu nöqtəm müsbət 5-dir. Bu nöqtəm də mənfi 5-dir. Bunlar arasındakı məsafəni soruşur. Məsafə nə olacaqdır? Elə bir ki, 5-dən çıxırsam mənfi 5-i, o da bərabərdir, müsbət 10 eləmiş olur. D variantı. 20-ci sualımıza baxaq. 20-ci sualımız görək nədir? 20-ci sualımız deyir ki, f x çıxaq 3 bərabərdir 2x plus 1. Olarsa f mənfi 1 5-i tapın deyə bir sualdır. Hörmətli izləyicilər, gəlin burada nə edək? Burada bax bu funksiyanın tərsini tapar, belə deyək də buna tərsi ilə təsir eləyərəm. Elə bir ki, mənfi f yox, üzr istəyirəm, mənfi üstü olacaqdır. Aha. Bunun tərsi ilə bax bu funksiyaya təsir eləyərəm. Tərsi ilə təsir eləyərəm. F-in üstü mənfi 1. F x minus 3 bərabərdir. F-in üstü mənfi 1. 2x plus 1. Buradan aldım ki, tərsi ilə özü bir-birini apardı. Qaldı x minus 3 bərabərdir. F-in üstü mənfi 1. 2x, 2x. Üstə gələk 1. Demək ki, F-in üstü mənfi 1, 2x üstə gələk 1 bərabərdir x minus 3-ə. Aha, məndən nəyi soruşur? 5 soruşur da. F elə bir ki, F 5-i soruşur. 5-i soruşursa, bax bu ifadə elə bir 5 deməkdir də. Yəni, 2x plus 1-ə mən 5 deyirəm. 2x bərabərdir. 5 çıxaq 1 bərabərdir 4. X də bərabərdir 2. Bax, gətirib bu ifadəyə, yəni 2x plus 1-ə 5 demişəmsə, F 5 bərabərdir, 5 bərabərdir. X-in yerinə neçə qoyacağım burada? Bax, bu ifadədə. 2. 2, 2. Çıxaq 3, o da bərabərdir, mənfi 1. Demək, F5-im nəyə bərabərdir? F üstü mənfi 1, 5 bərabərdir, mənfi 1-ə bərabər olmuş olur. D variantı. Növbəti sualımız gəlsin, 21-ci sualımız gəlsin. Bunlar qəşəng suallardır, yəni funksiyanın o ən çətin yerləridir. Onlara diqqət eləmək lazımdır. Hörmətli izləyicilər, 21-ci sualımız belədir. Belədir. Bunu belə çəkək. Aha. Belə bir funksiyadır. Burası 0 nöqtəsidir. 0 nöqtəsi. Bura mənfi 3-dür. Bura mənfi 1-dir. Mənfi 1. Bura 2-dir. Bura 2-dir. Bura 4-dür. 4-dür. Mənə nə deyir? Mənə deyir ki, fx funksiyası verilmişdir. Bu y bərabərdir fx funksiyasıdır. Aha. Mənə deyir ki, f 2x minus 1 bərabərdir 0 funksiyasının tənliyinin köklərinin hasilini tapın.
Bunu qoyduq bir qırağa, bu misalı qoyduq bir qırağa. Sizə bir başqa bir misal deyim. Tutaq ki, fx bərabərdir 2 çıxaq 2, məsəl üçün deyirəm. Bax, x-in yerinə x bərabər 2 olsa, görək nə baş verəcəkdir. Burada elə bir ki, x 2 olsa, y bərabərdir f 2, o da bərabərdir. X-in yerinə 2 qoysam, 2 çıxaq 2 bərabər oldu 0-a. Demək ki, x-in 2 qiymətinə y nə oldu? 0 oldu da. İndi, bax, bu x-in 2 qiyməti bu funksiyanın, burada bu tənliyin kökü olmuş olur. Funksiyanı sıfıra çevirən qiymət tənlik olur, o da tənliyin kökü olur da. İndi burada nə demək istəyirəm sizə? Bunu silək. Bax, x-in burada, y bərabər fx funksiyasında, x-in 3 qiymətində, bax, burada, y sıfırdır, y sıfırdır. Burada y sıfırdır, bir də burada y sıfırdır. Yəni, f mənfi 3 qiymətində sıfıra bərabərdir, funksiya sıfıra bərabərdir. İkinci, f mənfi 1 qiymətində funksiya sıfıra bərabərdir. Bir də üçüncü, f 4 qiymətində funksiya sıfıra bərabərdir. Amma burada elə bir ki, dördüncü f sıfırda, bax, bu x-in 0 qiymətində y neçə olubdur? Y 2 olubdur. Yəni, burada f sıfırda y 2 olmuş olur. Aha. İndi məndən bax, bu funksiyanın tənliyinin bərabərdir. Bu tənliyin köklərinin hasilini soruşur. İndi bəs yaxşı. Mən bildim ki, bu 3 qiyməti funksiyanı sıfıra çevirdi. Demək ki, burada da baxıram ki, burada 0 olduğuna görə, bax, buna mən 2x minus 1-ə, bax, burada, 2x minus 1-ə mənfi 3 kimi baxsam, aha, 2x minus 1-ə mənfi 3 kimi baxsam, görək nə baş verəcəkdir. 2x bərabərdir 4, x də bərabərdir, neçə olur burada? Mənfi 3 kimi baxsam da, 4 eləmir. Burada, aha, burada elə mənfi 3, üstə gələk 1, mənfi 2 olmuş olur. Aha. Demək, burada hansı funksiyada? Elə bil, f 2x minus 1 bərabər 0 funksiyasında tənliyin mənfi 2 kökü funksiyanı sıfıra çevirdi. Demək, bu tənliyin köküdür. Bu funksiyada tənliyin köküdür. Sonra, indi bir dəfədə, bax, 2x minus, bu birinci olsun, ikinci. Bir dəfədə 2x minus 1-ə, burada tənliyi hansı kök onu sıfıra çeviribdir? Mənfi 1 qiyməti, mənfi 1 deyirəm. 2x bərabərdir, mənfi 1 üstə gələk 1 bərabərdir 0, x bərabərdir 0 olur burada. Bəli, burada elə bir ki, bu funksiyada x bərabər 0 tənliyin kökü olmuş olur. Üçüncü, 2x minus 1-ə bir dəfədə, burada elə bir ki, 4 qiyməti sıfıra çevirir tənliyi. 2x minus 1-ə 4 kimi baxsam, 2x bərabərdir 5, x də bərabərdir 2 də 5 olmuş olur. Məndən bu tənliyin, bax, bu tənliyin kökləri hasilini soruşur. Bir kökü mənfi 2-dir, bir kökü 0-dır, bir kökü də 2-də 5-dir. Bunların hasilini yazaq. Mənfi 2 vuraq 0, vuraq 2-də 5. Bu bərabərdə 0 eləməlidir. Amma burada elə bir ki, səhvən bu variantı götürürlər. Bu səhvdir. Burada cavab 0-dır, B variantı. 21-ci sualımıza baxaq. 21-ci sualımız belədir. Yox, 21-i dedik də, 22. 22-ci sualımız belədir. Nə oldu ki buna? Aha. 22-ci sualımız belədir. Bizə deyir ki, f k x üstə gələk m bərabərdir 18x-in kvadratı çıxaq 12x üstə gələk 5 funksiyası üçün f m çıxaq k-nı bir də çıxaq f m plus k-nı tapın deyə bir sual. İndi bax, mən burada nə edirəm? Mən burada nə edə bilərəm? Birinci gəl tapaq nəyi? F, m çıxaq k-nı tapaq. Mənim funksiyam necədir? Mənim funksiyam bu cürdür da. Yuxarıdan yazıram, bir dəqiqə. Bunu aşağı eləyək. Aha. Mənim funksiyam buydu da.
Mənim funksiyam budur. Ya bunu götürək buradan, gətirək bura. Mənim funksiyam budur. Elə bil ki, burada bu ifadəyə, bunları bərabərləşdirirəm. Elə bil kx plus m bərabərdir m çıxaq k deyirəm. M çıxaq k. Burada m'lər müsbət olduğuna görə sağda solda 0 eləyir. Burada oldu nə? kx üstə gələk k bərabərdir 0. Burada k-nı versək qabağa x üstə gələk 1 bərabərdir 0. Buradan k bərabərdir 0 ya da x plus 1 bərabərdir 0. X bərabərdir -1. -1'i tapmış oluram. İndi burada k 0 ola bilməz. K 0 olsa elə bil ki, təsəvvür edin ki, bax burada k 0'dır. Burada olur fm çıxaq fm, bu 0'a bərabərdir. K burada 0 ola bilməz. Ona görə də demək x-in hansı qiymətini götürürəm mən? X-in -1 qiymətini götürürəm. X-in -1 qiymətini götürürəmsə, demək ki, burada necə olacaqdır? Bu bərabərdir. Bu bərabərdir. Bax, mən bununla bunu bərabərləşdirdiyim üçün, elə bu bərabər nəyə? 18x-in kvadratı çıxaq 12x üstə gələk 5-ə. Burada da x-in mən hansı qiymətini tapdım? -1. -1 qiymətini qoyuram yerə. 18 vuraq -1'in kvadratı çıxaq 12 vuraq -1 üstə gələk 5. Bu bərabərdir nəyə? 18'i müsbət 1'ə vursaq 18, 18'in üstünə 12 gəlsək 30, 35 elədi bu. Demək mənim bu ifadəm, bax bu ifadəm 35 oldu. Gəlin digər ifadəyə baxaq. Digər ifadə hansıdır? Bu ifadədə elə bil ki, f m plus k-nı bizdən soruşur. M plus k-nı. Bunu bizdən soruşur. Görək bu nəyə bərabərdir? Buna da mən elə bil ki, f kx üstə gələk m kimi baxsam, o da bərabər olur 18x-in kvadratı çıxaq 12x üstə gələk 5. İndi təsəvvür edin ki, burada mən bu ifadələri eyni götürməliyəm ki, bu bərabərlik ödənsin. Yəni mən nə etməliyəm? M plus k-ya baxmalıyam nə kimi? Kx plus m kimi baxmalıyam. Buradan m'lər sağda solda müsbət eləyir. Kx çıxaq k. Burada deyən görün. Biz nə etdik? M çıxaq k-nı götürdük. Burada m plus k-nı götürdük. Kx plus m-lə. Kx plus m bərabərdir. Burada nə olacaqdır? Burada elə bir ki, kx çıxaq k bərabərdir 0 olur. Burada k-nı verdik qabağa. X çıxaq 1 bərabərdir 0. Buradan ya k bərabərdir 0 ya da x çıxaq 1 bərabərdir 0. X bərabər nəyə? 1-ə. Biz dedik ki, bax burada k 0 ola bilməz. Çünki k 0 olanda fm çıxılsın, fm bərabər 0 olur. Bu ifadənin mənası olmaz. Ona görə biz x-in hansı qiymətini götürürük? X-in k-nın 0 qiymətini yox, x-in -1 qiymətini götürüb gətirib harda yerinə yazırıq? Bax, burada yerinə yazırıq. 18 vuraq 1'in kvadratı çıxaq 12 vuraq 1 üstə gələk 5. Bu bərabərdir. 18'i 1'ə vursaq 18, 12 çıxsaq 6, 6 ilə də 5, 11 eləmiş olur. Gətirib burada qiymətlərin mən yerinə yazıram. Harda? Burada. Məndən elə bir ki, bu ifadə nəyə vermişdi? Bu ifadə tapdım 35'dir. 35 üstə gələk, yox, çıxaqdır. 35 çıxaq. Digər ifadə nəyə bərabər oldu? 11'ə. 35 çıxaq 11. O da bərabərdir 24 eləmiş oldu. 22-ci sualımızın cavabı 24'dür, A variantı. Sonra 23-cü sualımız belədir. X bərabərdir 2. Düz xətti parabolasının simmetriya oxudur. Elə bir ki, y bərabərdir fx funksiyasının simmetriya oxudur.
Simmetriya oxudur. Bizdən nəyi verir mənə? F. F. 9'u verib mənə bərabərdir. 99'dur. 99'dur. Məndən nəyi soruşur? F mənfi 5'i soruşur. Bərabərdir sual. Gəlin bir suala baxaq. Davam eləyək. Bunu necə yazarıq? Burada bizə elə bir ki, simmetriya oxu deyirsə, simmetriya oxu bərabərdir x, o da m-dir də, m deməkdir simmetriya oxu. O da bərabər neçə? 2'dir. Aha. İndi burada bir məsələ var. Mən elə bir ki, y bərabərdir. Fx funksiyasını bu cür yazıram. Ax kvadrat üstə gələk bx üstə gələk c. Bu kvadratik funksiyadır. Bunun da qrafiki paraboladır. Bu bərabərdir. Mən bunu belə də yaza bilirəm. 2 çıxaq m kvadrat üstə gələk n şəklində yaza bilirəm. O da bərabərdir. O da bərabərdir. A 2 m neçədir? 2'dir. Yəni çıxaq 2 kvadratı üstə gələk n şəklində yaza bilərəm. İndi mənə deyir ki, bax mənim funksiyam oldu belə. Fx bərabərdir. A vuraq x minus 2'nin mötərizə kvadratı üstə gələk n şəklində yazılır. Mənə deyir ki, f9 bərabərdir neçəyə? 99'a bərabərdir. İndi mən burada seçim üsulundan istifadə edəcəm. Mən deyirəm ki, tutaq ki, A bərabərdir, ya 1 olsun, ya 2 olsun, fərqi yoxdur. Tutaq ki, A bərabərdir 1 olsun. A bərabər 1 olsa görün nə baş verəcəkdir. Fx bərabərdir. A-nı 1'ə vursaq 1 elə. A 1 olsa elə bir ki, A bərabər 1 olsa. Bu oldu belə. X minus 2'nin mötərizə kvadratı üstə gələk n şəklində düşdü. İndi burada görün nə baş verir. Mən x-in yerinə, fx-in yerinə x bərabərdir. 9 desəm, bax buradakı ifadəyə görə. 9 desəm, bu bərabərdir. 9 çıxaq 2'nin mötərizə kvadratı üstə gələk n bərabər 99. Buradan nə tapdım mən? Tapdım ki, 49 üstə gələk n bərabərdir 99, n də bərabərdir 50 olmuş olur. Mənim funksiyam necə oldu? Mənim funksiyam oldu fx bərabərdir. X minus 2'nin kvadratı üstə gələk 50. Bu cür oldu. İndi mən gətirib burada məndən neçəni soruşur? F mənfi 5'i soruşur. F mənfi 5'i tapsam bərabərdir. Elə bir x bərabərdir mənfi 5'dir də. X'in yerinə mənfi 5 qoyursan ki, f mənfi 5 bərabərdir. Harda x görürəm, yerinə mənfi 5 qoyacağım. Mənfi 5 çıxaq 2'nin kvadratı üstə gələk 50. Bu bərabərdir. Bu neçə elədir? Mənfi 5 ilə mənfi 2, mənfi 7 bu kvadratdır. Mənfi 7'nin kvadratı 49 üstə gələk 50 bərabərdir 99 olmuş olur. Hə, bir nəfər qıraqdan qayıdıb deyir ki, ay müəllim, nə bilirsiniz burada? A1 qiymət alır. Bəlkə burada A2 qiymət alır. Deyirəm, düz deyirsən, ola bilər. Tutaq ki, bir halına baxdıq, birinci hala baxdıq. Tutaq ki, deyirəm ki, indi ikinci. A bərabərdir 2 olsun. A bərabər 2 olsa mənim funksiyam belə olur. Fx bərabərdir. Bax burada. A-nın yerinə 2 qoysam 2, x minus 2'nin mötərizə kvadratı üstə gələk n şəklində düşmüş olur. Yenə də burada f9'u tapsam bərabərdir. X-in yerinə elə bir gətirib 9 qoysam. 2 vuraq 9 çıxaq 2'nin mötərizə kvadratı üstə gələk n bərabər 99 olmalıdır. Buradan aldım ki, nə eləyir burada? 9'dan 2 çıxsaq 7 kvadratı 49 2'yə vursaq 98 üstə gələk n bərabərdir 99. Buradan n-i tapdım neçə? 1. Yaxşı, n1 tapdımsa mənim funksiyam bu cür oldu elə bil ki. 2 x minus 2'nin kvadratı üstə gələk n şəklində düşdü. Yəni mənim funksiyam yenə də fx bərabərdir. 2 x minus 2'nin mötərizə kvadratı üstə gələk n şəklində düşdü. Gətirib yenə f5'i tapaq. X bərabər mənfi 5 olsun da. F mənfi 5 bərabərdir görək nəyə? 2 vuraq. Mənfi 5 çıxaq 2'nin mötərizə kvadratı üstə gələk 1. Bu yenə 49 edir. 2'yə vursaq 98 üstünə də 1 gəlsək 99 eləmiş olur. Yəni A-nın 2 qiymətində də 99 elədi. Eyni zamanda A-nın 1 qiymətində də gəldi qiymət 99 olmuş oldu. Mən belə başa düşdüm ki, demək bu ifadənin qiyməti nəyə bərabərdir? 99'a bərabərdir.
24-cü sualımıza baxaq. 24-cü sualımızda mən problem görürəm. Niyə görə problem görürəm? Burada elə bir ki, belədir. Belədir. X, Y belə bir funksiyadır. Belə bir funksiyadır da, belə deyək. Buranı -6 veriblər. Buranı -3 veriblər. Buranı -1 veriblər. Buranı 2 veriblər. Buranı da 5 veriblər. Hörmətli müəllimlər, bax bu tərəf mənfi sonsuzluqdur. Bu tərəf də müsbət sonsuzluqdur. Əslində bunun cavabı bu olmalıdır. Niyə görə? Burada nə deyir? Funksiyanın mənfi olduğu aralığı tapın. Funksiya nədir? Bu fx funksiyasıdır da y bərabərdir. Bunun mənfi olduğu aralıq hansıdır elə ki? Bunu belə uzatsaq, mənfi sonsuzluqdan -6-ya, birləşmə, bir də mənfi olduğu aralıq buradır. Elə bir ki, 0 nöqtəsinin aşağı hissəsində funksiyanın mənfi qiymətləri. Funksiya nədir? Y-in aldığı qiymətlərdə 0-ın aşağısında y-lər mənfi qiymətləri var. -1, 2, bir də birləşmə. Bu aralığı mənfidir bunun. Burada y-lər mənfidir. Bax, y-lər burada mənfidir. Elə bir ki, 5 müsbət sonsuzluq aralığında bu funksiyanın qiyməti mənfidir. Amma burada cavabı nədənsə bunu veriblər. Bu səhvdir. Düzgün cavab budur. 24-cü sualımız getdi. 25-ci sualımız görək hansıdır? 25-ci sualımız budur. 25-ci sualımız. Aha. Fx funksiyasının qrafiki paraboladır. F10 neçədir? Aha. Funksiyanın qrafiki paraboladır. Yəni y bərabərdir. Fx funksiyası nədir? Paraboladır. Qrafiki paraboladır. Demək bu kvadratik funksiyadır. Kvadratik funksiyadırsa, paraboladsa olsun belə. Ax kvadrat üstə gələk bx üstə gələk c şəklində olsun. Mənim kvadratik funksiyam. İndi bizə nəyi verib? Bizə verib ki, f3 bərabərdir f7. Aha, f7, bir də verib f0 bərabərdir -12, bir də verib f10'u tap. f10 bərabərdir sual. F10'u tapmaq lazım. Gəlin buna baxaq. Elə bir ki, gətirib bax burada, x-in yerinə 0 qoyanda, x bərabər 0 qoyanda, y-in qiyməti neçə olubdur? Bu elə bir y-in qiymətidir. Y neçə olubdur? -12 olubdur da. Y bərabərdir -12 olubdur. Yəni gətirib burada onu yerinə qoyuruq. Elə bir f0 bərabərdir. A vuraq 0-ın kvadratı, üstə gələk b vuraq 0, üstə gələk c bərabərdir -12. Buradan aldım ki, c bərabərdir -12. Bunlar hamısı 0 elədi. C -12 oldu. Demək mənim funksiyam fx bərabərdir. Ax kvadrat üstə gələk bx çıxaq 12 şəklində olan funksiyadır. Sonra mənə deyir f3 bərabərdir f7-yə. Yəni f3 də nəyə bərabərdir? f7-yə bərabərdir. Burada x-in qiymətini bir dəfə 3 götürsən, bir dəfə də x-in qiymətini 7 götürüb bərabərləşdirsən. Harda? Bax burada. Yəni f3 görək nəyə bərabərdir? f3 bərabərdir. Harda x görsən yerinə 3 qoyasan. A vuraq 3-ün kvadratı, üstə gələk b vuraq 3, çıxaq 12. Bu da bərabərdir. Oldu 9 A üstə gələk 3B çıxaq 12 oldu. F7 nəyə bərabərdir? Harda x görsən yerinə 7 qoyasan. A vuraq 7-nin kvadratı, üstə gələk B vuraq 7 çıxaq 12. Bu da bərabərdir. 49A üstə gələk 7B çıxaq 12. Bunları bərabərləşdirək. Elə bir ki 9A üstə gələk 3B çıxaq 12 bərabərdir. 49A üstə gələk 7B çıxaq 12-yə bərabərdir. Burada sağda solda eyni işarələr var. Ədədlər var. 0 elədir. Elə bil 9A-nı bu tərəfə keçirdirəm. 7B-ni də gətirib bu tərəfə keçirdirəm. Olur 3B çıxaq 7B bərabərdir. 49A çıxaq 9A. Burada oldu mənfi 4B bərabərdir. 40A. Buradan B bərabərdir. Mənfi 10A olmuş olur. B-miz mənfi 10'dur. İndi gətirib bax bu funksiyada yerinə yazıram. Fx bərabərdir. Fx bərabərdir nəyə? Ax-in kvadratı, ax-in kvadratını yazdım. Üstə gələk bx deyir. B də mənfi 10a'dır. Çıxaq 10
10ax 10ax b-nin yerinə mənfi 10a yazdıqda çıxaq 12. Aha, bunu da yazdıq. İndi bizdən f10-u soruşur. F10 görək nəyə bərabərdir? F10 bərabərdir. Harda x görürəm, yerinə nə qoyacağam? X bərabərdir 10 yazacağam. A vuraq 10-un kvadratı. Çıxaq 10a vuraq x-in yerinə 10 qoyuram. 10 çıxaq 12. Bu da bərabərdir. Bu elədir 100a, 100a çıxaq 100a, 100a. Çıxaq 12. 100a-dan 100a-nı çıxsa 0 elədi. Bu da bərabər oldu. Mənfi 12-yə bərabər oldu. Demək, f10-um nəyə bərabərdir? Mənfi 12-yə bərabərdir. Davam eləyək, hörmətli izləyicilər. 26-cı sualdan davam eləyirik. 26-cı sualımız belədir. Funksiyanı yenə deyirəm, bu ağır mövzulardır. Bunlara diqqət eləmək lazımdır. Bunlardan nəticə çıxartmaq lazımdır və bu tip suallarda düşür. Çalışmaq lazımdır ki, bu suallardan bəhrələnib qarşımıza çıxan sualları yox eləmək lazımdır. Çıxaq 8x-in üstü 5n çıxaq 8 üstə gələk 1. Mənim funksiyam bu cürdür. Funksiyanın qrafiki deyir, parabola olduğuna görə n plus n-i tapın. Parabola. N plus n. Dəyərli izləyicilər, bax, parabola deyirsə, bu hansı funksiyadır? Bu kvadratik funksiyadır. Kvadratik funksiyadırsa, belə deyək də, kvadratik funksiya olmasın, lap olsun, parabola olması üçün deyək ki, cüt funksiyadır. Məsələn, deyərəm fx bərabərdir, x-in kvadratı yox, fx bərabərdir, bu da bərabərdir, x-in üstü 4 də, bunun da qrafiki paraboladır, yəni. Cüt funksiyadır. Cüt funksiya olduğuna görə, bax, bu qrafik parabola olduğu şərtindən, sözündən mən belə tuturam ki, mənim bu funksiyam, bax, mənim bu funksiyam cüt funksiyadır. Parabola olduğu üçün qrafik. Cüt funksiyada nə var? Bəs baxıb görürəm ki, bu funksiya məndə nədir? Tək funksiyadır. Bu funksiyanı mən bilmirəm, bu qalsın, bunu da bilmirəm. İndi, funksiyam mənim cüt funksiya olduğuna görə tək funksiya yoxa çıxmalıdır. Tək funksiya o zaman yoxa çıxır ki, onun əmsalı 0 olanda m çıxaq 2 bərabərdir 0. M bərabərdir neçəyə? 2-yə. Bəli, m-i 2 tapdıqsa, mənim funksiyam oldu belə. Necə oldu? Yəni, burada m-in yerinə 2 yazsam, 2-dən 2 çıxsam 0, x-in kubuna vursam bu getdi. Qaldı x-in üstü. 4 çıxaq, 4 çıxaq. M 2-dir. 2 vuraq 2. 2-ni 2-yə vuran 4 elədi. Elə bil x-in üstü 4-dən 4 çıxanda x-in üstü 4-dən 4 çıxanda x-in üstü 0 elədi. X-in üstü 0 elədi. Bəs x-in üstü 0 nəyə bərabərdir? X-in üstü 0 da 1-ə bərabərdir. Bax, burada gətirib m-in yerinə 2 vuraq 2 yazsam, bu x-in üstü 0 eləyir, o da 1 eləyir. 1 çıxaq 8 üstü x-in üstü 5n minus 8 üstə gələk 1 qaldı. Burada belə oldu da. Bir dəqiqə. Qrafik parabola olduğuna görə. Bu da bərabərdir. Mən elə bunu belə yazıram. Mənfi 8 x-in üstü 5n çıxaq 8 üstə gələk 2 şəklində yazıram. İndi mənim funksiyam parabola olduğuna görə, bu x-in qüvvəti 2 olmalıdır. Parabola x kvadratının qrafikidir. O zaman belə olur. 5n minus 8 bərabərdir 2 olmalıdır. 5n bərabərdir 10, n də bərabərdir 2. Vəssalam. M-i tapdıq, n-i tapdıq. M üstə gələk, m bərabərdir. İkisi də 2-dir. 2 üstə gələk, 2 bərabərdir 4. O da D variantı olmuş olur. 27-ci sualımızla davam edirik. 27-ci sualımız belədir. Fx funksiyası verib mənə. Fx nəyə verib? Y bərabərdir də fx. O da bərabərdir 2x üstə gələk a. 3x çıxaq 12. Sabit funksiya olarsa, fx nəyə bərabərdir? Konstant. Sabit funksiya olarsa, a neçədir? A bərabərdir suala.
Bax, belə bir qayda var. Bu qayda sabit funksiyalar üçün keçərlidir. Elə bil f(x) bərabərdir k1x üstə gələk b1, k2x üstə gələk b2 şəklində funksiyadırsa və bu da sabit funksiyadırsa necə olur? X-in əmsalları nisbəti, yəni k1-in k2-yə nisbəti qaydadır bu. Bərabərdir sərbəst hədlərin nisbətinə, b1-in b2-yə nisbətinə. İndi o cür yanaşsaq biz burada x-in əmsalı yuxarıda 2-də, aşağıda 3-dür. Bərabər olmalıdır nəyə? A bölək mənfi 12-yə. Çarpaz vursaq bunu 3a bərabərdir mənfi 24, a da bərabərdir mənfi 8 olmuş olur. A-nın demək hansı qiyməti? Mənfi 8 qiyməti olmuş olur. 28-ci sualımızla davam edirik. Bizə deyir ki f(x) bərabərdir. f(x) bərabərdir. A çıxaq 2 x-in kubu üstə gələk 2a üstə gələk b çıxaq 4 x üstə gələk a plus b üstə gələk 5. Funksiyası sabit funksiya isə bu funksiyanın qiymətini tapın. f5 üstə gələk f10 üstə gələk f1981 bərabərdir sual. Hörmətli izləyicilər, bəzən elə olur ki, misalın şərtindən istifadə eləmək lazımdır. Verilənlər bəzən yetmir, şərtindən istifadə eləmək lazımdır. Bax, bu funksiyaya nəzər salaq. Bax, bu funksiyaya, altın xətt deyirəm. Bu funksiyaya nəzər salaq. Bu funksiyanın özü sabit funksiyadırsa, yəni bu bərabərdir, bir konstantdırsa, burada demək, bax, bu kub funksiyadır, tək funksiyadır. Bu da tək funksiyadır. Bu da elə bir ki, x funksiyasıdır da. Bu da bir funksiyadır. Demək, burada mən belə başa düşürəm ki, bu funksiyanın əmsalları 0 olmalıdır ki, yalnız sərbəst hədd qalsın. Mən bilirəm f(x) bərabərdir. Bir c, o da bərabər tutaq ki 5, nə bilim 4, 3, 2 bir ədəd varsa o sabit funksiyadır. Yəni x-dən asılı olmayan bir ədəd varsa o sabit funksiyadır. Demək, burada bu sabit funksiya olması üçün f(x) funksiyası sabit olması üçün nə olmalıdır? A minus 2 bərabərdir. Bunun əmsalı 0 olmalıdır. A bərabərdir 2-yə. Bunun əmsalı 0 olmalıdır. X-in əmsalı. Yəni 2a üstə gələk b çıxaq 4 bərabər 0 olmalıdır. A-nın qiymətini bilirəm, 2-dir. 2 vuraq 2 üstə gələk b çıxaq 4 bərabərdir 0. 4-dən 4 çıxdım 0. B bərabərdir 0 oldu. B 0-dır. İndi mənim elə bir ki, bax bu funksiyam, f(x) funksiyam belə oldu. Bunlar 0-a getdi. Əmsallar 0 olduğu üçün bunlar 0-a getdi. Qaldı nə? A plus b üstə gələk 5. O da bərabərdir. A-nın qiyməti 2-dir. B-nin qiyməti 0-dır. O birisi də 5-dir. Bərabərdir 7 oldu. Demək ki, mənim f(x) funksiyam, sabit funksiyam. f(x) bərabərdir 7-yə. Əgər bu da sabitdirsə, bu dəyişmirsə, burada x-in qiyməti neçə olur olsun. Burada fərqi yoxdur neçə olur olsun. İndi tutaq ki, f məndən nəyi soruşur? f5-i soruşur. f5 bərabər olacaq nəyə? X-in yerinə mən 5 qoydum. Bərabərdir 7 olacaqdır. Sonra f nə var? f10. f10 bərabərdir nəyə? Yenə 7 olacaqdır. f1-də 1981 var. Kimsə öz təvəllüdünü qoyub yəqin ki. O da bərabərdir 7-yə. Bu bərabərdir nəyə? 7 üstə gələk 7 üstə gələk 7 bərabərdir 21. Vəssalam. Cavabımız D variantı. Davam eləyək 29-cu sualımızla. Nəhayət ki, sona yaxınlaşırıq. Suallarımız yenə deyirəm, asan suallar deyil, çətin suallardır. Ona görə 2 dəfənə çəkmiş oldum. Və çox vaxt aparan suallardır. Biraz da ətraflı izah verirəm ki, hamıya aydın olsun. 29-cu sualımıza baxaq. 29-cu sualımız belədir. Məncə burada problem var. Problem nədir? Burada 3 dənə koordinat sistemi verildi. Əslində 3 koordinat sistemi olmalı deyil. Bax, burada bu 3 ləğv olmalıdır. Burada belə olmalıdır. A 2 bir də B olmalıdır. Mənə elə gəlir. Aha. Deyir ki, f(x) funksiyası cüt olarsa, yəni f(x) funksiyası y bərabərdir f(x) funksiyası. Bu cüt funksiya olarsa, cüt funksiya üzərində hər hansı bir nöqtədir. Elə bir ki, bax bu nöqtə, A nöqtəsi bu cüt funksiyanın üzərindədir. Üzərindədirsə onun x, y qiymətlərini ödəməlidir.
B-ni tapın deyə bir sualdır. B-ni tapın deyə bir sualdır. Cüt funksiyadırsa, mən neyniyə bilərəm? Cüt funksiyanı belə yaza bilərəm. Elə bil ki, burada mən cüt funksiya, əgər fx funksiyasıdırsa, cüt funksiyada hansı şərt ödənir? Mənfi x nəyə bərabərdir? F, x şərti ödənirmi? Harda? Cüt funksiyada. Bu şərt ödənir. İndi demək, cüt funksiyada f mənfi 2 elə f2 deməkdir. Bunu yaddaşımda yazdım. İndi gətirib burada, bəs mənə də şərt verib. Şərt nə veribdir? F mənfi 2 bərabər nəyə? 5 veribdir. Bax, gətirib burada qiymətin yerinə yazıram. Funksiyamda, eyni zamanda funksiyamda nəyə bərabərdir? F x-ə bərabər deyil. Bax, y-in bu x-dir, bu da y-dir. Y-in yerinə gətirib b qoyuram, bərabərdir. X-in də yerinə gətirib 2 qoyuram. F 2 olmuş olur. Yəni f2 nəyə bərabər oldu? F2 bərabər oldu nəyə? B-yə bərabərdir. Gətirib bax, bu bərabərlikdən istifadə edirəm. F mənfi 2 5-dir. 5 bərabərdir. Bax burada. Bax, bu ifadə budur da. 5 bərabərdir F2-yə. Bəs F2 nəyə bərabərdir? O da B-yə bərabər deyil. Demək, B bərabərdir nəyə? 5-ə. Bəs sabah. Nəhayət 30-cu sualımızla bunu bitiririk. 30-cu sualımız görək bizə nə deyir? 30-cu sualımız 3x plus 1 x minus a minus 2 funksiyası verilmiştir. Bizdən nəyi soruşur? Fx bərabərdir. F mənfi 1, yəni tərsi də f üstü mənfi 1 tərsi deməkdir. Bərabər olduğu üçün a-nı tapın. A bərabərdir sual. Mən buna y bərabərdir deyirəm. Yəni, yadınızda qalsın, y bərabər fx eyni şey deməkdir. Fx-ə sən y də deyə bilərsən, yəni. İndi gəlin bizə y funksiyası verilibdir. Bax, bu funksiyanın tərsini tapaq. Yəni, burada nə var? Y bərabərdir. 3x plus 1, x çıxaq a, mənfini verdim qabağa, a üstə gələ 2 oldu. İndi gətirib burada x-dən y-in yerini dəyişirəm. Bura x deyirəm, x bərabərdir. Tərsini tapanda elə eləyirik də, x-dən y-in yerini dəyişirik. 3y üstə gələk 1, y çıxaq a plus 2 deyirəm. Çarpaz vursaq burada 3y, bunun məxrəzinə 1 kimi baxsam, çarpaz vursaq 3y-i 1-ə vursaq, 3y üstə gələk 1-i 1-ə vursaq 1 bərabərdir. X-i vursam y-ə, xy, x-i vursam, çıxaq x-i vuracam, elə bil ki, a plus 2-yə vuracam. Aha. İndi mən burada nə edirəm? Belə desək, bax, bu ifadəni bura adladıram, bu ifadəni də bura adladıram. Bura adlatsam belə olacaqdır. Sağa keçdiyinə görə işarə dəyişir, x vuraq, a plus 2 olur, a plus 2. Üstə gələk 1 bərabərdir. Burada x, y var idi. Sağa hansı keçdi? 3y keçdi. Buradan elə bil x, y çıxaq 3y bərabərdir. X vuraq, a plus 2 üstə gələk 1 olmuş oldu. Buradan y-i verdim qarşıya. 2 çıxaq 3 bərabərdir. X, a plus 2 üstə gələk 1 olmuş oldu. İndi burada mən nə edirəm? Y-i tapıram. Y bərabərdir. X vuraq a plus 2 üstə gələk 1 bölək x minus 3 oldu. Bax, bu y, bu elə f mənfi 1 x deməkdir. Tərs funksiya oldu da. Bax, bu funksiyanın, hansı funksiyanın? Bu funksiyanın tərsidir. Bunlar deyir bərabərləşdir. Gəl bərabərləşdirək. Bərabərləşdirmək üçün nə edirik? Elə bir ki, 3x üstə gələk 1 x minus a plus 2 bərabərdir. X vuraq a plus 2 üstə gələk 1 x minus 3. Burada nəyə fikir veririk? Əgər kəsirlər bərabərdirsə, onların məxrəsləri də bərabərdir, sürətləri də bərabərdir. Burada x-in əmsalına fikir verin. Bax, x-in əmsalı burada üstü. Burada x-in əmsalı neçədir? A plus 2-dir. Burada plus var mı? Var. Burada da var mı? Var. 1 var mı? Var. 1 də var.
Eyni zamanda məxrəcə fikir verək. X var. Burada mənfi var, burada da mənfi var. Burada A plus 2-dir, burada da 3-dür. Demək ki, mən belə başa düşürəm ki, bunu çarpaz vurmağa ehtiyac yoxdur. A plus 2 nəyə bərabərdir? Ya sürətlə götürə bilərsən, ya da məxrəclə götürə bilərsən. Elə bil ki, A plus 2 burada bərabər oldu 3-ə. Buradan A bərabər oldu nəyə? 1-ə. Deyirsən, ay müəllim, mən məxrəclə götürürəm. Götür. Mənfiləri nəzərə almasaq, A plus 2 bərabərdir yenə 3-ə. Məxrəcdə deyilədir də, bu ifadə 3-ə bərabərdir. Buradan A bərabərdir nəyə? 1-ə bərabər. Demək, A-nın hansı qiyməti? 1 qiyməti. Belə, dəyərli izləyicilər, bu funksiya mövzusu çətin mövzuydu. Funksiya mövzusu əhatəli mövzudur. Buradakı qayda qanunlardan yararlana bilərik. Funksiya ən çətin düşsə, yəni bu səviyyədə düşə bilər. Burada asan suallar yox idi. Demək olar ki, əksəriyyəti çətin suallar idi. Biz bu səviyyədə bilsək və yaxud da buradan nələrsə öyrənə bilsək, tətbiq edə bilsək, funksiyada problemimiz olmaz. Funksiyanın 2 dənə mövzusu var. 2 dənə, yəni 30 dənə sual idi. 2 video çəkdim ki, hissə-hissə izləyib tam başa düşəsiniz deyə. Bir daha sizdən xahişim odur ki, əgər bəyənsək, izləyib bəyənsək, bəyənmə düyməsini vurarıq və abunə olub paylaşarıq. Çox adama çatar ki, bu da müəyyən qədər yoldaşlarımıza kömək ola bilər. Sağ olun, təşəkkür edirəm.